Amerikada yaşayan Azərbaycan vətəndaşlarının Vaşinqtonda yerləşən səfirlikdə göstərilən konsulluq xidmətlərindən istifadəsini daha da əlçatan etmək məqsədi ilə konsulluq qəbulu günlərinin sayı artırılıb. Bu barədə Azərbaycanın Amerikadakı səfirliyi məlumat yayıb. Qeyd olunub ki, Amerikada Azərbaycan vətəndaşları həftənin bazar ertəsi, çərşənbə və cümə günləri yerli vaxtla səhər saat 9:20-dən 12:20-yədək ümumvətəndaş pasportunun yenilənməsi, qayıdış şəhadətlənməsinin rəsmiləşdirilməsi, konsulluq qeydiyyatı, notariat hərəkətləri, vətəndaşlıq məsələləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və sənədlərin sorğu əsasında alınması üçün səfirliyə müraciət edə bilərlər. Həmçinin vətəndaşlar bazar ertəsi, çərşənbə və cümə günləri hazır olan sənədləri saat 16:30-17:30 aralığında diplomatik nümayəndəlikdən təhvil ala bilərlər. Eyni zamanda vətəndaşlarımızın səfirliklə operativ əlaqə yarada bilməsi üçün əlavə olaraq mobil telefon xətti yaradılıb. Bundan başqa, bu ilin 1 noyabr tarixində New York və yaxın ətraf ərazilərdə yaşayan həmvətənlərimiz üçün səyyar konsulluq xidməti həyata keçiriləcək. Bruklində baş tutacaq həmin səyyar konsulluq xidmətlərindən faydalanmaq istəyən vətəndaşlar müvafiq keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər. Səyyar konsulluq zamanı müraciət üçün zəruri olan sənədlərlə bağlı ətraflı məlumatı səfirliyin internet səhifəsində yerləşdirilir. Amerikanın digər ştatlarında yaşayan vətəndaşlarımızın konsulluq xidmətlərindən mümkün istifadəsini daha da əlçatan etmək məqsədi ilə səfirlik tərəfindən ilin sonuna kimi Chicagoda 9 noyabrda, Filadelfiyada 11 noyabrda və Houstonda 27 dekabrda da səyyar konsulluq xidmətləri həyata keçiriləcək.